Assalamualaikum, kanalına yaxşımı. Mən bugün sizlərə nəhayət yeyişlik bolğan bir soğuk şey tayarlaşmaq edib qoymaq. Dəbbəməkdir, yəni mənə bəkdirdi bazarına reklam buludu, yəni restoranlarına reklam. Buna yeterlik materiallar: samsaq, zəncəbil, səvzə, qızılmurç, bərəngə, azra pintoza. Yəni qalğan təmləndiğin nəsləri mən qırışlar yəni dəbbirmə. Hazır adı bilən biz səvzini, bərəngini bu seykötətin adalayımız. Ondan deyik ki adalab bulup qırğuşda incik uzunacaqqa qırıb alayım bərəngi bilən səvzini. Qırıb bu ikisini qaynaq suğa çılab qoyayım. Bir 10 minut ətrafında. Ondan deyik pintozunu qaynaq suğa çılab qoyayım yemiş düşsün. Ondan deyik ki bu qızılmurçumuzni qalamçı halətdə doğramalım incikə. Samsaq bilən zəncibilimni çanayım. Şimdi çanapda yaqılıb alayım. Mana pintozu, səvzə, bərəngilərini, qızılmışlarını doğrab, samsaq, zəncibillərini ezib təyaq qılıb aldıq. Mana pintoz uzun boğalıq üçün mən aslında kesib aldım. Bununla mənəmdə mana kiçikcə məşə miqdarı açıq su qoyub, aralashdırıb qoyub qoyayım. Balıqçarlıqda qazanımğa yağ qoyub qızıtıb alayım. Yağ koyup kızıtıp aldık. Qazanımızga aldı bilen şalavağan, samsaq bilen zəncilimizin dökülür. Azra sağağan deyin ki bu bəbəncə sonra işgal lazım basıldım. Mesela açmaq söyərlik etməkdən işgal basıldım. Halətdə boğa vaxtıda biz səvzi pintozlarımızı seleşdən aval. Çünki olay gibi boğalıq üçün qızıl lazımızı selevalımız. Bu kızıl lazım içine var. Onu bir skor verdik. Terzi bilen pintozumuzu salınız. Bunu biraz üleştiriniz. Paleti buldu. Hem de biz buna muvaffak miktarda tuz, anam deyken ben azıcık şeker aralashtirdim. Şeker. Bu kadar yeterli. Muşaletleri aralashtirib soğanda istemal qilsak bo'ladi. Buni aralashtirdik. Ondan keyin o'tga çevirib soğugan vaqtda taxtimizga alsak bo'ldi. Köygün olandek muşaletdə quyruqi shunchalik mizillik, ishtahani ochqidek soğuk şey tayyor bo'ldi. Buni sovutib istemal qilsanglar bo'ladi. Çoxum sınaqda qışınlarni ümid qilaman. Yana sizlarning istagan har qanday, yani uni qilgan bo'lsak, buni qilgan bo'lsak, uni qilib bergan bo'lsin, deb bergan bo'lsin degan har qanday umidinglar bo'lsa, astı qismiga yozib qo'ysanglar bo'ldi. Bu shunchalik yeyishlik bo'ldi bu. Bu taqa so'g'imida so'g'anjani iste'mol qilsanglar, taqa yeyishlik bo'ldi.